5 aprel proteka sınavı 3-cü sualın izahını dinləyək. Cümlələrdən birinin mübtədası söz birləşməsi ilə ifadə olunub. Öncə mübtədanı tapırıq, təhlil edirik. Mənim ən yaxın dostumdur Arif. Mənim ən yaxın dostumdur. Kim? Arif. Mübtəda Arifdir. Arif burada nitq hissəsi olaraq isimdir. Yəni nitq hissəsi ilə ifadə olunub isimlə. Deməli bu söz birləşməsi deyil. B variantı. Daim ucadır Azərbaycanın bayrağı. Ucadır nə? Azərbaycanın bayrağı. Üçüncü növ söz birləşməsi ifadə olunmuşdur. Doğru cavab B variantıdır burada. Vətən müharibəsi qəhrəmanlarını böyük qürurla yad etdilər. Kim? Bilinmir. Burada mübtəda buraxılmışdır. Yəni mübtədamız buraxılıb. Hörmətli tədbir iştirakçıları, xahiş edirik yerlərinizə əyləşin. Burada hörmətli tədbir iştirakçıları xitabdır. Yəni mübtəda vəzifəsində deyil. Biz bilirik ki, xitab cümlə üzvü olmur. Müəllim kitab oxumağı hamıya tövsiyə etdi. Tövsiyə etdi kim? Müəllim. Burada da mübtəda müəllimdir, amma nitq hissəsi ilə ifadə olunmuşdur. Cavab B variantı söz birləşməsi.